Hindistandan bəri biz Rusiyanın tərkibindəyik, düzdür. Bizim sənaye, belə deyək də, məhsullarımızı kim daşıyıb aparırdı? Rusiya daşıyıb aparırdı. Bizim başqa ölkələrlə özümüzün birbaşa əlaqəmiz var idi? Yox. Yəni, bizim təcrübəmizdə o idi ki, biz Rusiya ilə sıx ticari əlaqələr saxlayırıq. Müstəqil dövlət kimi yox, 11 əyaləti kimi. Və bizim neftimizi Rusiya aparıb satırdı Avropaya və yaxud da ki, öz sənayesində istifadə edirdi. Ona görə də indi də Rusiya Azərbaycanı itirib, xammal bazası kimi, biz də Rusiyanı itirmişik satış bazarı kimi. Əslində biz ikimiz də bir-birimizə sərf edirik. O bizdən neftə aparasıydı ki, özündə sənaye miqyasında istifadə eləsin. Bizə də lazımdır ki, bu nefti Rusiya alsın, ölkəyə pul gəlsin, büdcəmiz dolsun. Bizim ikimizə sərf edirdi. Amma sonra 4-cü hökumət kabinetdə buna çalışırdı. Amma sona qədər də buna nail ola bilmədik biz. Yəni, onlar da bizim aramızda normal diplomatik əlaqələr yaradılmadı. İkinci, Azərbaycan Kommunist Partiyası